Əvvəllər insan bir gündə aldığı məlumatı indi bir neçə dəqiqədə alır. O əvvəllər ancaq öz kəndinin hadisələrindən xəbər tuturdu. Bugün isə bütün dünyanın xəbərləri onun cibindədir. Beyin milyonlarla il əvvəl formalaşmış strukturla işləyir və sonsuz sayda məlumat emalı üçün yaradılmayıb. Bu səbəbdən müasir dünyanın ən qıt resursu informasiya deyil, diqqətdir. Əslində hər bir bildiriş, hər bir xəbər, hər bir video, hər bir reklam, hər bir paylaşım eyni şeyi deyir. Diqqətini bir neçə saniyəlik mənə ver. Çoxları bunu fərq etmirlər, amma dünyanın ən böyük şirkətləri məhz bu saniyələr uğrunda partizan müharibəsi aparırlar. İnsanın diqqəti hara gedirsə enerjisi də ora gedir. Enerjisi hara gedirsə həyatı da ora doğru formalaşır. Həyatı harda formalaşırsa gələcəyi də orada yaranır. Məhz buna görə də diqqət iqtisadiyyatı yalnız marketinq mövzusu deyil, insanın taleyini formalaşdıran ən vacib amildir. Necə ki qaranlıq otaqda fənərin işığını hara tutursansa yalnız oranı görürsən, həyatda da diqqətini hara verirsənsə, reallığını da orada yaradırsan. Diqqət etmədiyin şeylər isə həyatda mövcud olsa belə sənin üçün yoxdur. Bu səbəbdən iki insan fiziki olaraq eyni dünyada yaşayırmış kimi görsənsələr də tamamilə fərqli dünyalarda yaşayırlar. Biri fürsətləri görür, digəri təhlükələri. Biri inkişafı görür, digər böhranı. Düşüncələr bu formada qəlibləşir, gördükləri şeyləri daha çox görməyə vərdiş edirlər. Çünki hər gün fürsətlərə diqqət edənlər zehinlərinin fürsət görən şəbəkələri güclənir. Qorxu isə hər gün qorxu ilə qidalananların daxili dilinə çevrilir. Bu baxımdan diqqət insan kimliyinin memarıdır. Diqqət oğurluğu ən təhlükəli oğurluqdur. Çünki pulunuzu və ya vaxtınızı itirsəniz, bunu hiss edəcəksiniz. Amma əksəriyyət diqqətini itirdiyini hiss etmir. Telefona 5 dəqiqəlik girib 40 dəqiqəsini orada keçirənlər buna nümunədir. Problem sosial mediada deyil. Sosial medianın faydaları misilsizdir. Problem diqqətin şuursuz istifadəsindədir. İnsan beyni müəyyən siqnallara qarşı həssasdır. Yenilik, təhlükə və təəccüb kimi mexanizmlər keçmişdə insanın sağ qalmasına kömək edirdi. İndi isə diqqət iqtisadiyyatının motoruna çevrilir. Ona görə də dünyanın ən güclü və uğurlu insanları özünün və başqalarının diqqətini idarə edənlərdir. Hər dövr öz qəhrəmanlarını yaradır. Diqqət assosiasiyalar tərəfindən idarə olunur və diqqətin uzun müddətli dəyişmək üçün həmin assosiasiyaları dəyişmək lazımdır. NAT məhz bu mexanizmlərlə işləyir. Əgər sən də bu bacarığı asanlıqla öyrənmək istəyirsənsə, 13 iyulda başlayacaq NAT diploma təliminə qoşula bilərsən. Bütün iştirakçılara xüsusi NAT seansı hədiyyə olunacaq. Həyatınızı dəyişən qərarlarınızdır. Fikirləriniz çox dəyərlidir.